Mən orada demişəm ki, cümə namazına getmək lazımdır. Cümə namazına getmək lazımdır. Təkrarlayır. Sən demə, əziz qardaşlar, bugünə qədər İslamın 6-cı hökmü var imiş, lazımdır hökmü. Bizim bundan xəbərimiz yox imiş. Biz elə bilirik ki, İslamın 5 hökmü var. Vacib, haram, məkruh, müstəhəb, mübah. 5 hökmü var. Bütün əməllər hamısı 5'inin ətrafında dövr edir. Sən demə 6-cı da var, lazımdır. Bizim bundan xəbərimiz olmuyor. Şeyx Hafizəhullah tezə çıxardıb, kəşf edib özündən. Mən nəsiyyət edirəm, İsmail, 2 şey lazımdır. Bir istiğfar, bir salavat. Dil gərək dayanmasın. 2 şey lazımdır. Bir istiğfar, bir salavat. Bir də cümə qüsulundan sonra dəstəmaz almaq olar. Lazımdır əslində. Cümə qüsulundan sonra dəstəmaz almaq lazımdır, mütləq. Cümə qüsulundan sonra dəstəmaz almaq lazımdır.